Yepyeni bir Minecraft videosundan hamınıza salam dostlar. Necəsiz, neyinirsiniz, keyfiniz, əhvalınız? Deməli bu videoda biz neynirik? Keçən videoda bilirsiniz, heyvanlar üçün ferma düzəltmişdim. Bu videoda isə istəyirəm ki, artıq biz kənd təsərrüfatı ilə məşğul olaq, yəni əkin işləri ilə məşğul olaq. Buna görə də daha belə maraqlı bir şəkildə əkin yeri düzəltmək istəyirəm. Harda eləsək? Bura məncə çox yaxşıdır, elə suyun yaxınlığındadır. Deməli 3 blok belə qoyuram. Bir ara, yenə buradan 3 blok qoyuram. Bir ara və 3 blok. İndi qarşını da birləşdirək o tərəflə. O bir dənə artıq oldu. Nəysə onu qıraram. Deməli təxmini başa düşdünüz. Dizayn tam bax belə olacaq. Sadəcə bundan 4 ədəd eləmək lazımdır. Yenə indi 3 blok ara qoyuram. Bir dənə belə. Və bunu da birləşdirirəm. Tam bu şəkildə olacaq. Bir ikisini səhv qoymuşdum, ona görə hamısını qırdım. Belə tam plus işarəsi olmalıdır ortada. İndi dostlar, indi nə edirik? Birincisi yataq, çünki axşam oldu. Axşamdan da heç xoşum gəlmir. Gündüz vaxtı çox daha qəşəng olur, çünki moblar spawn olmur. Hər nə qədər hər tərəfə işıq qoysam belə, istər-istəməz o skeletlər uzaqdan oxla vura bilir adamı. İndi isə qayıdaq, işimizə davam eləyək. Amma qaydımazdan qabaq bir hazır gəlmişkən oraq düzəldim. Bu lazımsız bir şeydir. Çubuq. İndi isə orağı düzəldək. Demir çapa. Все. Dostlar, deməli indi bunun hər elə bir tərəfində, yəni əkin eləyəcəyimiz bölgədə bir pillə daha hündür olmalıdır həmən bölgə. Ona görə hərəsini bir-bir qaldıracaq. Məsələn, bu ikincidir, bu 2 blok hündürlüyündədir. İndi üçüncüyə keçəndə eyni şəkildə üçüncünü 3 blok hündürlüyündə eləyəcəm. Ki, nərdivan kimi yuxarı çıxmalı olsun. Baxın, tam belə. İndi buralar da yenə eyni şəkildə ki, pillə-pillə yuxarıya qalxaq. İndi isə bu axırıncını 4 pillə eləyəcəyik. Tam da belə. Sadəcə buradan bloku qoymaq olmur. Məcbur düşməliyəm. Bu bir dənə həmişə əyri olmalıdır da. Все. Tam da bu şəkildə. İndi isə bu boşluqlar ki var ya arada, onları torpaqla doldurmaq lazımdır artıq. Sadəcə bu suyu qoyacağımız yer boş qalsa bizə kifayətdir. Tam da belə.
Aşağını da dolduraq. Deyəsən yuxarıya artıq 4-cüyə çatmayacaq. Neyse. Yox, tam ortadan qalxım ki, su ilə promoy bunun üstündə qalsın. Deyirəm birdən çatmaz. Buradan da atlanaq bura. İndi keçin biraz torpaq qazın burada, çünki torpaq mənə lazımdır. Всё, bir xeyli torpaq yığdım. Bu 28 dənə mənə polnu bəsdir. Buranı da bağlayaq. Всё. İndi bu suyu götürüm. Odun tay mənə lazım deyil. Odunu nəsə atsam da olar. Suyu qoyun bura. İndi bu oraqla indi yavaş-yavaş yer açın. Bunun yəqin ki oraq deyirlər. İnşallah ki səhv demirəm. İndi bir aşağıya düşək, burada da eyni şəkildə eləyək. Prosto mənə yenə su lazımdır. Buradan 2 vedrə də su götürüm. Всё. Birini də bura qoyun bəsdir. Əla. İndi artıq ups oldu. İndi artıq əkməyə başlaya bilərəm yavaşdan. Buram doldurum ki gedib gəlib düşəcəm, yoxsa bunların üstünə bir-bir pozulacaqlar. Всё. Bura kök əkəcəm ən yuxarıya. Bura buğdaları əkək. Zaten mən bilən əkməli 4 dənə bitki olur da. Başqa mən bilən bir şey yoxdur. Kartofu da elə buradan əkək. Kartof yerə yaxın olsa yaxşıdır. Bunun səsi hardan gəlir bu hörümçəyə mən bilmirəm də. Pancar toxumları olmalıdır məndə. Bu da elə yeri buradan normaldır. İndi, deməli indi nə edirik? Mən keçən səfər Nether'a gedəndə oradan kemik bloqları yığmışdım. Elə adı belə idi, kemik bloğu. İndi onları götürüm istifadə edeyim yavaş-yavaş. Yəni boşuna qırmamışam ki. Zaten onları görəndə hiss eləmişdim ki, mənə hardasa lazım olacaq. Tam bilmirəm hamısına çatacaq yoxsa çatmayacaq. Ona görə biraz ehtiyatla istifadə edirəm. Belə hələlik bu normaldır. Görsəm ki, tam çatır, ondan sonra hamısını ən böyük şəkildə böyüdəcəm. Tam artıq nə qədər böyüyə bilirsə o qədər. Bu buğdalar onsuz gec böyüyən bir şeydir.
Bu arada uşaqlar, pancarlar çox qəşəng görsənir axı. Məncə bəs eləyər. Bu ikisini də götürüm, belə tam hamısını böyüdüm. Oyda. Pis oldu. Ki bunlar burada hazır olsunlar ki, nə vaxtsa ehtiyacım olsa, pramı gəlim elə buradan qırım. Burada məncə böyüyüməyən qalmadı. Hamısı böyüdü. Kartofların da hamısını böyüdək. Yəqin ki kartoflar da hamısı hazırdır. Bax, hər dəfə belə bir şey olmalıdır da. Yaxşı ki əlimdə hazır var. Buralarda deməli çox da fırlanmaq lazım deyil də. Köklərin çoxsunu böyütmüşdüm. Buna çox da lazım olmayacaq. İndi burada bizim məncə nəyimiz qaldı? Baxın, görürsünüz, hamısı hazırdır, böyüyüb. Yeganə burada problem qaranlıqdır. Burada modlar spam oluna bilər, moblar. 4 dənə fənər mənə bəs eləyəcək. Elə hər tərəfə birini qoysam kifayətdir. Çitin birini buradan qoyum, birini də buradan. Sadəcə görüm buradan çıxa biləcəm yuxarıya. Yox. Bu yaxşı olmaz. Bunu qırın buradan. Çünki mənə mane alacaq. Belə buradan qoyum. Deməli, fənəri götürək, biri bura. Birini yuxarıya qoyum. Bura yaxşıdır. Biri bura. Birini də buralarda bir yerə qoysam kifayətdir yəqin ki. Deməli belə. Çox qəşəng oldu. Dostlar, bugünkü videomuzda bura qədərdir. Əgər videonu bəyəndisə, videoya like atıb kanala abunə olmağı unutmayın. Gördüyünüz kimi hər videoda bir şey inkişaf elətdiririk. Artıq çox qəşəngləşib dünyamız. Sağ olun, salamat qalın.